Son zamanlar ailə quruluşunda dəyişikliklər baş verir. Nəticədə onlar kiçilməyə, ana, ata və uşaqlardan ibarət kiçik nuklear ailələrə çevrilməyə başlayıb. Müasir əhalinin ailəyə olan tələbatı azalıb və bu dəyişiklik ailəyə müsbət xüsusiyyətlərlə yanaşı mənfi xüsusiyyətlər də gətirib. Bunun qarşısını almaq üçün isə dövlət tərəfindən bir sıra addımlar atılır. Dövlətimizin çoxuşaqlı ailələrə dəstəyi bir çox tədbirlər və layihələr vasitəsilə həyata keçirilir. Bunlara misal olaraq biz sosial müavinatları nəzərdə keçirdə bilərik. Daha sonra güzəştli ipoteka mənzillərinin alışı burada xüsusilə vurğulanmalıdır. Daha sonra onlara sosial xidmətlərin, reabilitasiya xidmətlərinin göstərilməsi də bu sıradan olan tədbirlərdəndir. Bugün dünyada gedən proseslər inteqrasiya, digər sahələrdə olduğu kimi ailə məsələlərində də öz təsirini göstərir. Hazırda Avropaya inteqrasiya nəticəsində yaranan məsələlərdən biri də məhz nuklear ailələrin sayının artmasıdır. Bu da istər-istəməz ölkəmizə də sirayət edir. Azərbaycan cəmiyyəti ənənəvi cəmiyyət olduğu üçün Azərbaycan cəmiyyətində həmişə çoxuşaqlı ailələrə üstünlük verilib. Çünki ailə planlaşmasında arxetiplərimiz, ağsaqqallar, ağbirçəklər müdaxilə edirdi və bu baxımdan Azərbaycanda çoxuşaqlı ailə bir trend halındaydı. Həm Sovet dövrünə qədər, həm Sovet dövründə. İndiki halda isə insanlar təkcə Azərbaycanda yox, qlobal miqyasda daha egoist, daha bəncil, daha belə deyək də komfort haqqında düşünürlər. Ona görə uşaq qayğıları, ailə qayğıları düşünmək artıq insanlar istəmirlər. İnsanlar fikirləşirlər ki, az uşaq olsun və onları yüksək səviyyədə təmin edək. Ona görə Azərbaycanda bugün statistika onu göstərir ki, daha çox iki uşaqlı ailələr üstünlük təşkil edir. Təbii ki, geniş ailədən uzaqlaşmaq təkcə sosioloji problemlərdən irəli gəlmir. Həmçinin bəzi cütlüklər şuur altında yaranan qorxu səbəbindən çoxuşaqlı ailəyə sahib olmaq fikrindən daşınırlar. Evladı dünyaya gətiriləndən sonra onun məsuliyyəti var və o məsuliyyətdən qaçmadır. Çünki bir uşağın problemi özümüz bilirik ki, bir tərəflidir, amma artıq ailədə uşaq artırsa, bununla məşğul olmaq var. Onların istər dərs prosesidir, onların hər tərəfli ümumiyyətlə onların tərbiyəsidir. Bir sözlə də cəmiyyətə sağlam bir evladın təqdim edilməsidir. Və bu sağlam evladın psixoloji cəhətdən, psixi cəhətdən sağlam olan hər tərəfli bir evladı yetişdirə biləcəkmi, verə biləcəkmi? Və valideynlər bəzən bu məsuliyyətdən qaçırlar və yaxud da ki, narahat olurlar ki, bunu edə biləcəklərmi? Çünki ailələrimizin çoxu işləyir, yəni həm işlə, həm ailə ilə evdən bunları çatdıra biləcəklərmi? Nə dərəcədə onlara baxa biləcəklər? Azalan uşaq sayı ölkədə əhali sayına da mənfi təsir edir. Belə ki, cəmiyyətin sağlam inkişafı və gələcəyin təminatı üçün nəsil yenilənməsi vacibdir. Yeni doğulan uşaqların, gənclərin və yaşlı nəslin sayı arasında isə balans qorunmalıdır. Saladin Pirmuradova, Emin Tağıyev, Telesəhər.